Salam yoldaşlar, salamlayıram hər birinizi. Deməli, termokimyəvi təhlükə üzrə hesablamalar 50-yə kimi izah eləmişdik, səhvləmirəmsə 53-ə kimi. İndi yerdə qalan sualların izahına baxaq. Məsələn, görək fərqli suallardan nə var? 55-56 izah eləmişik, amma birini izah eləyək yenə. Deməli, 55-ci sual. Azotun azot monoksidə qədər oksidləşməsi yazırıq. Azot üzərinə gəlsin oksigen, əmələ gəlir NO2 molekula, bilirik ki, bu minus Q. Oksidləşməsi zamanı reaksiyanın istilik effekti mənfi 180-dir. Özü verib, buradan Q-nü sildik. 180 kilojol. Deyir 5.6 litr azot monoksid 5.6 litr azot monoksid əmələ gəldiyi zaman yazırıq 5.6 neçə kilojol istilik yazarıq? X kilojol. Nə qədər azot monoksid əmələ gəlib? 2 vurulsun 22.4 litr. Bu zaman nə qədər? 180 kilojol istilik udulub. Buradan X bərabərdir. Deməli 2-yə bölüb və elə bir 8-ə böləcək də təxminən. Bir dənə dəqiq hesablayım. Deməli 5.6 vurulsun 180 bölünsün 44.8, 22.5. 22.5 deməli istilik udular. Düzgün cavab olacaq B variantı. 55-ci sual 56 ondandır. 57-yə baxaq. Birini işləyək, amma bu sualdan işləmişik. Müəyyən miqdar metanın yazırıq. Metan üzərinə gəlsin. Tam yanması verib oksigen, alınır karbon qazı, üzərinə gəlsin su. Mütləq şəkildə əmsallaşdırmalıyıq. Bura bir 2 yazaq. Deməli, hidrogenim 2-dir, bura bir 2 yazdım, oksigenim oldu 4, bura bir 2. 4 mol oksigen sərf olunmuş, yazıb ki 4 mol oksigen sərf olunmuş və bu zaman 1736 yazırıq. Bu zaman 1760, üzr istəyirəm, 1760 kilojol istilik ayrılmışdır. Yanma reaksiyasının istilik effektini hesablayın. Görürük ki, nə qədər oksigen sərf olunub? 2 mol. Bu zamanda Q. Buradan demək Q bərabər olacaq. Özündən 2 dəfə az. Yəni 2-yə böləcək. O da eləcək 880 kilojol. Sualın düzgün cavabı D variantı. Baxırıq 58 nömrəli test tapşırığına. 30 qram buğda çörəyinin əmələ gətirdiyi 30 qram buğda çörəyinin əmələ gətirdiyi enerji kükürt dioksidin əmələ gəlmə hissiyinə bərabərdirsə, 300 qram buğda çörəyinin əmələ gətirdiyi enerjinin hansı maddənin yanma hissinə bərabər olur? Və kükürt trioksid yoxsa dioksidin əmələ gəlməsi. Bax yazıram, kükürt dioksidin əmələ gəlməsi. Kükürt üzərinə gəlsin oksigen, əmələ gəlir SO2. Heç bir əmsal da yoxdur. Bu zaman istilik effekti 2-yə bərabərdir. Deməli, indi bir dənə bir şeyə baxaq. 16 qram kükürt yandıqda verib. 16 qram kükürt yandıqda ayrılan istilik miqdarı nə qədərdir? 150. Buna yazaram 150 kilojol. Reaksiyaya görə kükürdün 1 mol, yəni 32 qramından da Q qədər istilik ayrılır. Buradan Q bərabərdir, deməli 16-yı 2-yə vurduqda 32 eləyək, 150-ni 2-yə vuraraq 300. Deməli, bu reaksiyanın istilik effekti 300 kilojola bərabərdir. 300 kilojola bərabərdir. İndi bir dənə sual başdan oxuyaq. 30 qram buğda çörəyinin əmələ gətirdiyi enerji, yəni yazırıq 30 qram, belə deyək, buğda çörəyi, bu çörəyin əmələ gətirdiyi enerji kükürt dioksidin əmələ gəlmə hissiyinə bərabərdir. Yəni, kükürt dioksid əmələ gəlmə istiliyi 2 bölünsün molu qədər, 300. Deməli, bunun verdiyi, belə deyək, enerji 300 kilojola bərabərdir. Bu zaman deyir ki, 300 qram buğda çörəyinin verdiyi enerji hansına bərabər olar? Yazarıq 300 qram buğda çörəyinə, 300 qram buğda çörəyinə yazarıq X kilojol. Buradan X hesablayarıq. X bərabərdir 300 vurulsun 300, deməli bölünsün 30. Bu nə qəribə bir şey oldu. Deməli 30 gedir, o 3 gedir. Burada qalır 10. O da bərabərdir
Deməli 3 arxasında 3 dənə 0. Deməli 300 qram buğda çörəyinin verdiyi enerji 300 kilojol olur. O da baxırıq hansının yanma istiliyinə bərabər olur? Elin yanma istiliyinə bərabər olur. Sualın düzgün cavabı el, yəni A variantı. Baxırıq yoldaşlar 59 nömrəli suala. Deməli 59 nömrəli sualda bir dənə üzrü sayım. Deməli, rabitə enerjisinin, uşaqlar, rabitə enerjisinə görə istilik effektinin hesablanması. Bax, asetilin. Yazırıq S 3 qat rabitə S H H. Üzərinə gəlsin 2 mol hidrogen, 2 mol HH. Burada mərcə C2H6, yəni etan. Bax, C2H6-nın da formulu bu şəkildədir. İndi baxırıq. Deməli, dedik ki, reaksiyanın istilik effektini hesablamaq üçün məhsuldan həmişə başlanğıcı çıxmaq lazımdır. Yəni, görək bizim məhsulumuzda və yaxud da lordu ilə mən sizə deyirəm, sağ çıxılsın, sol. Gəlin görək bizim, məsələn, burada nəyimiz var? Əlimizdə bir dənə karbon var. Yazırıq karbon, üzərinə gəlsin. 6 dənə karbon hidrogen, 6 dənə karbon hidrogen. Çıxılsın mörtəzdə, baxırıq başlanğıca. Bir dənə əlimizdə karbon 3 qat rabitə karbon var. Üzərinə gəlsin, karbon təşkilat rabitə hidrogendən 2 dənədir. 2 dənə karbon təşkilat rabitə hidrogen, bir də üzərinə gəlsin 2 mol HH-ın rabitə enerjisi. O da bərabərdir. Karbon təşkilat rabitə karbonu verib 85. 85 üzərinə gəlsin 6 vurulsun karbon təşkilat rabitə hidrogeni verib 100. 100 mütləq mörtəzəni açırıq. Karbon 3 qat rabitə 200, üzərinə gəlsin 2 vurulsun karbon hidrogen təşkilat rabitə 100, üzərinə gəlsin HH 2 vurulsun 105. Heç də buradan mörtəzəni vurub, yəni açmağı nəzərinizdən çıxartmayın. Biz bu sualı işləmişdik. Yəni bir də yazmıram, cavab eləyəcək müsbət 75 kilojol. Burada yəni mörtəzəni açanda minus 200, minus 200, minus deməli 210. Buna diqqətli olarsınız, riyazi hesablamadır. 60-cı sualda sizindir yoldaşlar. 61-ci suala baxaq, Hess qanununa görə. Baxırıq, fikir verək, bizim bir var, dedik, birbaşa gedən reaksiya, bir də mərhələlərlə gedən reaksiya. Bir də yoldaşlar, fikir verin, necə eləyə bilərik ki, nədən nəyə alaq? Bir də fikir verin yoldaşlar, kalsium xlor 2 üzərinə gəlsin 6 molekul su. Alınır kalsium xlor 2 vursun 6 molekul su. Təzdən bunun üzərinə kalsium xlor 2 vursun 6 molekul suyun üzərinə təzdən su gəldikdə olur məhlul. Və yaxud da birbaşa bu kalsium xloridin üzərinə suyu gəldikdə biz birbaşa da məhlul ola bilərik. Bax bu şəkildə. Deməli, onda bizim birbaşa gedən tənliyimiz budur. Sonra gedir bu reaksiya, sonra ən sonda isə gedir bu reaksiya. Onda birbaşa gedən reaksiyanın istilik effekti 76 bərabərdir digərlərinin cəminə. Mənfi 19,1 üzərinə gəlsin x. Onda buradan da x bərabər 76 üzərinə gəlsin 19,1 eləyəcək 1, 5, 95,1. Sualın düzgün cavab variantı eləyəcək D variantı. 62-ci suala baxaq yoldaşlar. Deməli, asetilin, yazırıq asetilin C2H2. Asetilenin yanması verib, yazırıq oksigen, əmələ gəlir karbon qazı, üzərinə gəlinsin su. Karbon 2-dir, bura bir 2 yazırıq, bura bir 2 yazırıq, hidrogen 2-dir, dəymirik, oksigen 5 oldu, amma burada 2-dir. 5-i 2-yə bölsə 2, onda 5, tamla yaza bilmərik, deməli hər tərəfi 2 dəfə artıraq. 2, 4, 5, 4, 2. Aha, indi yoldaşlar, verib ki, bizdən suyun əmələ gəlməsini soruşur. Bax, bizə nə verib? Fikir verin, reaksiyanın istilik effektini yazaq bir kül. Bax, verib ki, 2,24 litr asetilin, yazıram, 2,24 litr asetilin tam yandıqda 130 kilojol ayrılırsa, bizim reaksiyamıza görə nə qədər asetilinimiz reaksiya daxil olub? 2 vurulsun 22,4. Bu zaman Q miqdarda istilik ayrılıb. Buradan Q-ni hesablayaq. Nə inib yoldaşlar? 10-a vurub 2-yə vurub. 10-a vursaq
Deməli 1300 2-yə vursaq 2600. Deməli bu reaksiyanın istilik effekti 2600 kilojoula bərabərdir, istilik miqdarı. İndi bizə verib ki, aha, bunu hesablayın. Yəni Q nəyə bərabər olacaq yoldaşlar? Sağ çıxılsın sol qaydasını hesablayırıq. Yəni 4 mol karbon qazı üzərinə gəlsin 2 mol H2O çıxılsın 2 mol C2H2. Yoldaşlar, bəsit maddənin əmələ gəlməsi sıfıra bərabərdir. Ona görə heç onu yazmasaq da olar. Bərabərdir. İndi bərabərdir yox. Q-nü tapdıq 2600. Yazıram. 2600 bərabərdir 4 vurulsun karbon qazının əmələ gəlməsi 394-dür. 394 üzərinə gəlsin suya verib X. 2 vurulsun X çıxılsın asetilen mənfi 226 olduğuna görə bura olur üzərinə gəlsin vurulsun 226. Buradan yoldaşlar 2600 bərabərdir. Deməli mən bunu kalkulyatorda hesablayacağım çünki səhv eləmək istəmirəm. 394 vurulsun 4 eləyəcək deməli 1576 üzərinə gəlsin 2x üzərinə gəlsin deməli 226-nı çeviranda 452. Buradan deməli 2x bərabərdir 2600-dən 1576 çıxırıq. Bir də çıxırıq 452-ni. Qalır deməli 572. 572. Onda x-i də hesablasaq, x də bərabərdir 572-ni 2-yə bölərdik, eləyəcək 286. 286 kilojoule. Deməli su ilə əmələ gəlmək istəyirik 286-ya bərabər imiş. Sualın düzgün cavabı B variantı. 62-ci sual onunlandı yoldaşlar. Sual sizindir. Deməli 64-cü suala baxaq. Deməli hər hansı bir XS maddəsidir. Bunun deməli yanma istiliyini verib kütləsi yanması zamanı ayrılan istilik. Şuralar deməli yazırıq. XS üzərinə gəlsin oksigen alınır. Məsələn XO üzərinə gəlsin SO2. İndi biz bunu necə əmsallaşdıraq? Deməli bura bir 3 yazarıq, bura bir 2 yazarıq, bura bir 2 yazarıq, bura bir 2 yazarıq. Bir dənə baxaq. X2, X2, kükürdü 2, kükürdü 2, oksigen 6, oksigen 2 dəfə 4, ikisi də burada 6. Bəli. Yoldaşlar, reaksiyanın deməli istilik effektinə bir yazaq, bir Q. Eləmi? İndi bizə verib ki, bir dənə baxaq. Bizə verib ki, yanma istiliyi. Yanma istiliyi nədir? Q bölünsün yanan maddənin əmsalı 2. Bərabərdir, yanma istiliyini verib 200. Yazaram 200. Deməli, buradan mən Q-nü tapıram. Q nəyə bərabər imiş? 400-ə. Reaksiyanın istilik effektini mən buradan tapdım. 400 kilojoule. 400 kilojoule. İndi yoldaşlar, verib ki, bu maddənin kütləsi 38,8 olduqda yanması zamanı ayrılan istiliyə verib 80. Yazaram 80 kilojoule ayrılırsa, kütləyə bir x desəm, 2 olsun, indi x deməyə bunun kütləsi bir t olsun. 2t'nin yanmasından da ayrılıb 400. Və tənasübü bir də qururam, 38,8-ə 80-dirsə, 2t'yə olacaq 400. Buradan t-ni hesablayaq, t bərabərdir. Deməli, 38,8 vurulsun 400, bölünsün 160. Deməli, olur 97. Aha, 97. 97 yoldaşlar nəyin kütləsi idi? Bax, t-ni burada nə demişik? X isə. Yəni, x plus kükürt 32 bərabərdir 97-yə. X də buradan bərabərdir 65-ə. Deməli, bu X metalının üzr istəyirəm, nisbi atom kütləsi 65-ə bərabər imiş. Sualın düzgün cavabı B variantı. Baxaq yoldaşlar. Yaxşı, 65-ci suala baxaq. Deməli, reaksiyanın mol miqdarı, reaksiya axıra qədər getdikdə bu qədər istiliyə ayrılır. 0,5 mol CO2 əmələ gəlir falan filan. İndi baxaq görək.
Nə verilib bizə? Əlimizdə var CO. Üzərinə gəlsin oksigen. Əmələ gəlir CO2, üzərinə gəlsin 136 kilojol istilik miqdarı ayrılır. Deməli, başlanğıc mol miqdarı, indi bunu əmsallaşdıraq bir dənə, bura 1-2, aha. Reaksiya axıra qədər getdikdə 34 kilojol ayrılır. Aha. Başlanğıcı bu qədərdir. Necə eləyək? Yoldaşlar, bir dənə fikir verək. Bunun 2 mol ya, bir başlanğıca yazırıq hər ikisinə A mol, A mol. İndi fikir verək. Bunun aydındır ki, sərf olunanı, tutaq ki, 2x qədər bundan sərf olunacaq, x qədər də bundan sərf olunacaq da, 1-in 2-yə gedir axı. Bir dənə fikir verək yoldaşlar. 1 mol oksigen reaksiya daxil olan zaman, 136 kilojol istilik ayrılırsa, bizə verir burada 34. 34 kilojol istilik ayrılanda gəl görək nə qədər oksigen reaksiya daxil olar. Buradan x bərabərdir. Deməli, 34-ü bölərik, 136, 0,25 mol. Yazaram 0,25 mol oksigen reaksiya daxil olur. İndi yoldaşlar, bir dənə bir şeyə fikir verək. 0,25 mol daxil olur. Aha, deməli, əgər bunu silirəm, deməli, həmçinin bu x idi axı. 0,25 deməli bundan daxil olur. Yazaram 0,25 mol oksigen reaksiya daxil olursa, aydındır ki, 0,5 molda CO reaksiya daxil olacaq. 0,5 molda CO reaksiya daxil olacaq. Onda bunu sildim. İndi yoldaşlar, artıq qalma zaman məsələsinə fikir verək. Hər ikisinin başlanğıcda vermişdi AA. Tam sərf olan aydındır ki, CO-dur. Artıq qalan oksigenə olacaq. Onda biz hər ikisini 0,5 mol, 0,5 mol götürsək, böyüyü götürsək də aydındır ki, CO-dan hamısı sərf olunacaq. A-dan da, oksigendən də 0,5 idi. 0,25 reaksiya daxil olacaq, 0,25-i qalacaq. Qalır. Bu qədər. İndi təhlillərə baxaq. Yazır ki, 0,5 mol CO2 əmələ gəlir. Bəli, niyə? Fikir verək, 2 mol CO reaksiya daxil olduqda 2 mol CO2 əmələ gəlirsə, 0,5 mol CO2 reaksiya daxil olduqda, elə CO reaksiya daxil olduqda 0,5 mol CO2 əmələ gələcək. Birinci ifadə doğrudur. Başlanğıc qarışıqda bu qədər molekul var? Bəli. Niyə? Fikir verək yoldaşlar, başlanğıc molekulda nə qədər qaz molekulları var? 1 mol ümumilikdə. 1 mol da nəyə bərabərdir? 6,2 vurulsun 10^23-ə bərabərdir. Deməli, 2 də doğrudur. 0,25 mol CO artıq qalır. Tamamilə yanlışdır. Çünki artıq qalan oksigen olur. CO tam sərf olunur. 0,25 mol oksigen artıq qalır. Sualın düzgün cavabı Y variantı. Davam edirik yoldaşlar. Nə pis olub, belə düşüb. Bunu dərsi izah eləyərik, vaxtımız getməsin, çünki mən bu şərtləri oxumalıyım axı. Yaxşı. Reaksiyanın, deməli bu 67 sizindir. 68, gəlin birinə baxaq 68-in. Bu qədər metanın yanması. Yazırıq metan, üzərinə gəlsin oksigen, əmələ gəlir karbon qazı, üzərinə gəlsin su. Reaksiyanın istilik effektinə də bir 2 yazaq. Hidrogen 2-dir, bura bir 2 yazıq, oksigen oldu 4, bura bir 2 yazıq. 5,6 litr metanın deyir tam yanması zamanı 220 kilojol istilik ayrılır. Reaksiyaya görə 1 mol, yəni 22,4 litr sərf olunur. Buna da nə qədər? Q qədər ayrılır. Onda buradan Q bərabərdir. Bu bundan 4 dəfə çoxdur. 224-ə vursaq 880. Deməli, bu reaksiyanın istilik effekti 880 kilojolla bərabər imiş. İndi variantlara baxaq. Reaksiyanın istilik effekti 880-dir. Bəli, 2 səhvdir. Reaksiya bu qədər oksigen sərf olmuşdur. Gəlin baxaq yoldaşlar. 22,4 litrinə 44,8 litr sərf olunursa, 5,6 litrinə aydındır ki, 4 dəfə az, yəni 11,2 litr sərf olunacaq. Onda 3 də doğrudur, 4 yanlışdır. Metanın yanma istiliyi, deməli, metanın yanma istiliyi 880 kilojol bölək moldur.
Bəli yoldaşlar, çünki yanma istilik dedik ki, yanan maddənin istilik miqdarını bölürük yanan maddənin əmsalını. 880-i böləcəyik deməli 1-ə, o da eləyəcək 880. Sualın düzgün cavabı 1-dir, 3-dür, 5-dir. Davam edirik. 69-cu sualın, bu sizin sualdır, Hess qanunudur. Yəni Q 1 bərabərdir, Q2 ilə Q3-ün cəmini oradan özünüz hesablayacaqsınız. 70-ci suala baxaq yoldaşlar. Əslində asandır. Bax, yazır ki, 300 qram karbon monoksid reaksiyaya daxil olduqdan istilik miqdarını yazarıq bir x kilojol. Karbon monoksid nə qədərdir? 2 mol. Yəni 2 vurulsun 28 qram karbon monoksidlə reaksiyaya daxil olduqda nə qədər istilik ayrılır? 560 kilojolla. Buradan x bərabərdir. Deməli, 300 vurulsun 560 bölünsün 56. Bu 1. Burada qalır 10. 300-də vurduqda 3000. Sualın düzgün cavabı. 71 ondandır. 72. Baxaq. Metanın tam yanması yazırıq. Metan üzərinə gəlsin oksigen alınır. Karbon qazı üzərinə gəlsin su. Əmsallaşdırırıq suya 1-2, oksigenə 1-2. Metanın tam yanmasının reaksiyasının istilik effekti 880-dir. Üzr istəyirəm 800-dür. Yanmaya sərf olunan oksigen həcmi ayrılan istilik yazarıq. X litr oksigenə özü verib ki 160 kilojol, 160 kilojol. Oksigen nə qədərdir? 2 mol. Yəni 2 vurulsun 22,4-də nə qədər ayrılıb uşaqlar? 800 kilojol. Bunu 5-ə böldükdə bu alınır. Deməli 44,8-i böləcəyik 5-ə, 8,96 eləyəcək. Deməli x bərabərdir 8,96 litr oksigen yanmaya sərf olunur. Davam edir yoldaşlar 73 nömrəli sualla. Kükürdün yanması yazırıq. Kükürd üzərinə gəlsin oksigen alınır SO2. Reaksiyanın istilik effektini bir kül deyirik. Yoldaşlar özü verib. 8 qramı deyir yandıqda 72 ayrılır. Yazırıq 8 qramla 72 kilojoldusa reaksiyaya görə 1 mol, yəni 32 qram. Bu zamanda Q qədər ayrılır. Yazırıq Q. Buradan Q bərabərdir. 4-ə vurduqda eləyəcək 32. 72-ni 4-ə vursaq 8, 288 kilojol. Deməli bu reaksiyanın istilik effekti 288 kilojola bərabər imiş. Bizdə nəyi soruşur yoldaşlar? SO2 ilə əmələ gəlmə. Əmələ gəlməz istəyirsə Q-nü bölürük əmsalını. 288-i 1-ə bölsək eləyəcək 288. Sualın düzgün cavabı. 74-ə baxırıq yoldaşlar. Yoldaşlar 74-cü sual 1-ə 1 demək olar ki, bax 64-cü sual neydi? Yəqin ki, rəqəmlərin yerini dəyişiblər. Bəli, 2 dəfə artıblar deyəsən. Sual sizindir. Uşaqlar, əmələ gəlmə istiliyi, etilenin tam yanması. Bir dənə reaksiyanıza deyirəm, özünüz yerinə qoyub yazacaqsınız. Bax, etilenin tam yanması. Etilen C2H4-dür. Bunun oksigende yanmasından əmələ gəlir karbon qazı, üzərinə gəlsin su. Karbon 2-dir, 2 yazıq, hidrogen 4-dür, 1, 2 yazıq, oksigen oldu, 3, 4, 6, bura 1, 3 yazırsınız. Yoldaşlar, heç nə. İstilik effektini hesablayın. Deməli, 2 mol CO2, 2 vurulsun 400, üzərinə gəlsin 2 mol su, 2 vurulsun 286, bunun əmələ gəlmə istiliyi 0-dır. Çıxılsın, deməli, 1 mol C2H4, C2H4 də mənfi olduğuna görə üzərinə gəlsin 50, bunu özünüz hesablayacaqsınız. Biz hesablamışdıq, 1442 idi səhvlənmirəmsə. 1442-yə alınır. 75 də ondandır. 76-cı suala bir dənə baxaq. Bu asan sualdır yoldaşlar, yəni sual sizindir. Termokimyəvi tənliyin əsasən, yox, biraz çaşa bilərsiniz bu sualda, baxaq. Yoldaşlar, biz ən sonda almalıyıq hidrogen qaz, üzərinə gəlsin oksigen qaz, alınsın H2O qaz. Onda neyniyək? Aşağını 2-yə vura bilərik. Birincinin özünü yazaq. 2 mol H2 qaz, üzərinə gəlsin O2 qaz, alınır 2 mol H2O maye, üzərinə gəlsin 572. Aşağının hər tərəfini 2-yə vursaq, 2 mol H2O maye bərabərdir 2 mol H2O qaz, çıxılsın, bunu da 2-yə vursaq eləyəcək 88 kilojollar. Yoldaşlar, tərəf-tərəfə indi toplasaq, sağı 1, solu 1.
Yazarıq 2 mol H2 qaz üzərinə gəlsin O2 qaz, üzərinə gəlsin 2 mol H2O maye bərabərdir. 2 mol H2O maye üzərinə gəlsin 2 mol H2O qaz. 572-dən də 88-i çıxsaq, eləcək 484. 484 kilojol. Yoldaşlar 2 mol maye ilə 2 mol maye gedər, qalır 2 mol H2 qaz üzərinə gəlsin O2 qaz bərabərdir 2 mol H2O qaz üzərinə gəlsin 484 kilojola. Həqiqətən reaksiya fikir verin, bu reaksiyanı biz aldıq. Burada 484 nəyin yerində dayandı? Künün. Deməli reaksiyanın istilik effekti 484 kilojola bərabər imiş. 76 ondandır. 77. Yoldaşlar, əslində rahat sualdır. Birini izah edirəm, 77 ondan 78-ni də birini izah edirəm, qalanı sizə aiddir. Bana verib ki, M1 qram hidrogen. Hidrogen reaksiya görə neçə qramdır? 4 qram. 4 qram hidrogendən nə qədər istilik ayrılır? 572. 572. M1 qramla nə qədər alınır? M1 qramla nə qədər alınır? 2288. Buradan M1-i hesablasaq, M1 bərabərdir. Demək, 2288 vurulsun 4 bölünsün 572 eləyəcək 16. M1-in cavabı oldu 16. M1 bərabərdir 16. İndi yenə 4 qrama 572-dirsə, M2 qrama nə qədərdir? 286. M2 qramı da 286-dır. Buradan M2 bərabər, bu bundan 2 dəfə azdır. 4-ü 2-yə bölərik 2-yə. M2 bərabərdir 2-yə. İndi M3 hesablamaq üçün yenə 4 qramdan 572-dirsə, M3 qramından nə qədərdir yoldaşlar? 858. Buradan M3 bərabərdir. Deməli 4 vurulsun 858 bölünsün 572. 572 M3 eləyəcək 6. M3 də bərabərdir 6. Bunların cəmini bizdən soruşur. 16-nın üzərinə 8, o da eləyir 24. Dedim hesablamayacağım, amma dahi hesabladım. 79 sizindir yoldaşlar. Deməli, reaksiya daxil olur. Reaksiya daxil olan miqdarı 16-dır. Reaksiya zamanı istilik effekti, reaksiya zamanı ayrılan istilik effekti 254-dür. Kalsium oksidin əmələ gəlmə istilik hesablayın. Gəlin baxaq yoldaşlar. Deməli, yazıram kalsium üzərinə gəlsin oksigen, əmələ gəlir kalsium oksid plus 1-2. Oksigen 2-dir, bura 1-2 yazıq, bura 1-2 yazıq. İndi yoldaşlar, hər ikisini fikir verin, başlanğıcda verib 16. Reaksiya görə bu 40 qramdır, reaksiya görə bu 32 qramdır. Gəlin baxaq yoldaşlar, bunun 40-ı ilə 32-si reaksiya daxil olarsa, əgər biz kalsium 16 qram götürsək, görə bizə nə qədər oksigen lazım olar? 16 vurulsun 32 bölünsün 40. Bizə lazım olar, bəli, 12-18. Reaksiyanı bu halda işləyə bilərik. Yəni, hər ikisi başlanğıcda olacaq 16 qram, 16 qram. Kalsiumdan fikir verək, kalsiumdan 16-da sərf olunacaq, qalmayacaq. Oksigenden isə 16-dır, bunun 12-18 sərf olunur. 16-dan çıxıram 12-18, 3-2 qram da oksigenden artıq qalır. Oksigenden qalır. İndi görək, biz reaksiyanın istilik effektini hesablamalıyıq. Deməli, 16 qram biz götürdük nəyi? Kalsium. Yazarıq, 16 qram kalsium reaksiyaya daxil olduqda 254 kilojol. 254 kilojol istilik miqdarı ayrılırsa, reaksiya görə kalsium, yoldaşlar, üzr istəyirəm, mən əmsalı nəzərə almadım. Sualı bir də işləyəcəm, əmsalı nəzərə almamışam orada. Çox üzr istəyirəm. Kalsium üzərinə gəlsin oksigen, əmələ gəlir kalsium oksid üzərinə gəlsin 1-2. Bura 1-2 yazırıq, bura 1-2 yazırıq. Bu 80 qramdır, yenə eyni şey eləyəcəkdir. Bu da 32 qramdır yoldaşlar. Gəlin baxaq. 80-lə, amma hər ikisi başlanğıcda verib 16 qram, 16 qram. 80-lə 32 reaksiya daxil olursa, bunun gəl görək 16-sı ilə nə qədər reaksiya daxil olar? X bərabərdir. 16 vur 32 bölünsün 80. 6-4. Deməli, bölünsün 80, 6-4. Yəni, yoldaşlar, bu zaman fikir verək. Deməli, 16 qram kalsium 16-sı sərf olunacaq, kalsiumdan qalmayacaq. 16 qram oksigenden 6,4-ü sərf olunacaq
Deməli, 9,6 qramda oksigen artıq qalacaq. Artıq qalacaq. Deməli, məsələni biz 16 qram kalsiyuma görə işləyə bilərik. 16 qram kalsiyum reaksiya daxil olduqda 254 kilojul istilik miqdarı ayrılırsa, deməli, reaksiya görə kalsiyum nə qədərdir yoldaşlar? 80 qram. Yazıram, 80 qram kalsiyuma nə qədər uşaqlar istilik miqdarı ayrılıb? 1 Q. Buradan Q-ni hesablayıram. Q bərabərdir 80 vurulsun 254 bölünsün 16. 1270. Reaksiyanın istilik effekti olur 1270. Buradan deməli mən Q-nü silə bilərəm. Q-nü silərəm, yazıram, üzərinə gəlsin 1270 kilojol. Bizdən soruşur yoldaşlar, kalsiyum oksidinə əmələ gəlmək istəyir. Yəni Q-nü bölərik onun əmsalına. 1270 ilə bölürük 2-yə, 635 kilojol eləyəcək. Sualın düzgün cavabı. Bax bu şəkildə. 80-ci sual, 81-dən işləmişik. Deməli, 24 qram kükürt, uşaqlar, 82-ni özünüz işləyəcəksiniz. Deməli, 76 ilə uyğun. Sadəcə olaraq siz yekun tənliyi kükürt üzərinə gəlsin, oksigen alınır SO2. Yekun tənliyi bu formaya salmalısınız. Yəni, buna fikir verin. Aslında yox, başqa sualdır, bu biraz fərqli sualdır, 82. Gəlin bu suala baxaq. Deyir ki, 24 qram kükürdü yandırdıqda ayrılan istiliklə 100 dərəcə Selsidə neçə qram suyu buxarlandırmaq olar? Gəlin baxaq uşaqlar. Reaksiyaya görə 32 qram kükürd reaksiya daxil olduqda 288 kilojol istilik ayrılırsa, deməli 24 qram kükürdə yazaram bir x. Buradan x bərabər görək nə qədər istilik ayrılır. 24 vurulsun 288 bölünsün 32. Elədi 216. 216 kilojol. Və deyir ki, həmin istiliklə, həmin bu istiliklə 100 dərəcədə neçə qram suyu buxarlandırmaq olar? Fikir verir uşaqlar. Yəni 100 dərəcədə neçə qram su 18 qramdır. 18 qram suyun buxarlanması üçün 36 kilojoldursa, 216 kilojola yazaram x qram su. Buradan x bərabərdir 18 vurulsun 216 bölünsün 36. 108 qram deməli suyu buxarlandırmaq olar. 108 qram H2O. Bu da bu. 82 bundandır. Sonra 83 sondan da özünüz baxacaqsınız. 85-dən yoldaşlar işlədik. 5-10-dakı qram asetilin yandıqda ayrılan istilik miqdarını hesablayın. Siz buradan asetilin yanma reaksiyası CH2 üzərinə gəlsin oksigen əmələ gəlir karbon qazı plus su reaksiyanı yazıb əmsallaşdıracaqsınız. Oradan Q bərabərdir. Sağdakılar çıxılsın, soldakılar əmsal nəzərə almaqla. Orada tutaq ki, istilik effektini tapacaqsınız. Daha sonra yazacaqsınız ki, reaksiyaya görə məsələn, asetilin yəqin ki, kim olacaq? 2 vurulsun 26-ya sizin tapdığınız Q-dürsə, bax, müəyyən Q tapacaqsınız. Yazacaqsınız 5,2 qram asetilin də bir x. Buradan x-i özünüz hesablayacaqsınız. 86-cı sualda ondandır. Gəlin bir dənə 84-cü suala baxaq. Amonium dixromatın parçalanması verilib. Maddələr bu qədər. Yazırıq, reaksiyamızı yazaq. Deməli, NH4 2 dəfə xrom 2O7 parçalanır. Deməli, bu azotun alınma reaksiyasıdır. Alınır. Özü də aşağıda verilib. Xrom 2O3 N2 plus deməli 4 molekula H2O plus 500 kilojol. Bu baxmayaraq ki, parçalanma reaksiyası yeni gəlmişkən endotermik reaksiya deyil, eksotermik reaksiyadır. Reaksiyadan neçə kilojol ayrılır? İndi yoldaşlar bir dənə fikir verək. Bu başlanğıcda buna verib A qram. Və bu zaman deyir ki, əmələ gələn xrom 2O3-ün öz kütləsi olsun. Deməli, nə qədər deyib olsun? Deməli, A-40 qram. A-40 qram. Bir dənə fikir verək fərqi. 40 qram azalma olur yoldaşlar. A çıxılsın, A-40. Deməli, eləyəcək A çıxılsın, A üzərinə gəlsin 40. Deməli, bizim azalmamız olur 40 qram azalma. Yəni, 40 qram azalmaya reaksiya yox. Bir dənə, bu budur. Bizim şərtə görə 40 qram azalmamız var. Deyir, neçə kilojol? Yazaram 40 qram azalmaya
x kilojol ayrılırsa, bir dənə uşaqlar 1 molundan əmələ gəlib 1 mol. 252-dən əmələ gəlib 152. 252-dən çıxaraq 152-ni eləyəcək 0, 0, 1. Azalma eləyəcək 100 qram. Yazarıq 100 qram azalmaya da reaksiya görə nə qədər ayrılır? 500 kilojol istilik ayrılar. Buradan onda x bərabərdir. Deməli 40 vurulsun 500 bölünsün 100 ilə hesablaya bilərik. Bu da eləyəcək deməli 200. Reaksiyanın istilik effekti elədi 200 kilojol. Reaksiyadan neçə kilojol istilik ayrılır? Bəli, 200 kilojol. 84-85-i dedim, amma ürəyim dözmür. Gəlin birini yazaq. 86-ya baxaq. Asetilinin yanması. Asetilin C2H2-dir. Üzərinə gəlsin oksigen, əmələ gəlir karbon qazı, üzərinə gəlsin su. Yenə karbon 2-dir, bura bir 2 yazarıq, hidrogenə dəymirik, oksigen eləyik 5, 5-i 2-yə bölündük 2.5, 2.5 ilə işləyə bilmərik, deməli hər tərəf 2 dəfə artıraq. Aha, reaksiyanın istilik miqdarı da bir Q-dir. Q-nü hesablasaq, Q bərabərdir 4 mol karbon qazı, yəni 394, 2 verək. Üzərinə gəlsin 2 mol su, 286, 286 çıxılsın, 2 mol C2H2. Yəni mənfi 226. Bunun onsuz da nəzərə alınmayacaq, bəsit maddədir. Üzərinə gəlsin onda 2 vurulsun 226 şəklində yaza bilərik. Biz buradan hesablayaq. Deməli 4 vurulsun 394, üzərinə gəlsin 2 vurulsun 286, bir də üzərinə gəlsin 2 vurulsun 226. Reaksiyanın istilik effekti elədi 2600 kilojol. Yəni bu Q bərabərdir 2600 kilojola. Reaksiyanın istilik effektini tapdıq. İndi deyir ki, yanmasından bu qədər CO2 alınırsa istilik miqdarını hesablayın. Yoldaşlar, reaksiyaya görə 4 mol karbon qazı, yəni 4 vurulsun 22.4 litr karbon qazı alınanda reaksiyaya görə istilik miqdarı olub 2600 deməli kilojola. Amma bizə deyir ki, bu qədər karbon qazı olsun, 8,96 litr olsun. Bu zaman yazarıq x kilojol. Bu bundan 10 dəfə azdır. Deməli x da 2600-dən 10 dəfə az olacaq. O da eləyəcək 2600 ona böləndə 260. Sualın düzgün cavabı eləyəcək 260 kilojol. Bu qədər yoldaşlar. Yenə mütləq şəkildə dərs izahına baxırsınız, test izahlarına baxırsınız. Nə sualınız olsa, yenə nəyə başa düşməsəz dərsdə soruşarsınız.